Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Bakıda Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının açılış mərasimi keçirilib. 2 gün davam edəcək təlim müasir cəmiyyətdə qadının rolu, dayanıqlı inkişaf və ənənəvi dəyərlər mövzusuna həsr olunub. Tədbirdə təşkilata üzv ölkələrin rəsmi nümayəndələri iştirak ediblər. İyunun 10-da ölkə ərazisində qeydə alınan 41 əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 21 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb. Müdafiə Nazirliyinin hərbi qulluqçusu 2002-ci il təvəllüdlü Maxə Sultanov Adil Sahiboğlu intihar edib. Misyas Unikala istinadən xəbər verir ki, Sultanov 8 iyun tarixində gecə saatlarında yaşadığı evin həyətində özünü asıb. Qeyd edək ki, intihar edən hərbçi bir neçə aydır Maxə kimi işləməyə başlamışdı. İmişlidə qanunsuz tikintinin qarşısı alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində Respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, İmişli rayon icra hakimiyyəti tərəfindən rayonun Cavadxanlı kəndi ərazisində fiziki şəxs Feyzullayev Rəcəb Qaraoğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanaraq bu barədə müvafiq tədbirlərin görülməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Müraciət əsasında Nazirliyin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi tərəfindən İmişli rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb. Bakıda kişini elektrik cəryanı vuraraq öldürüb. Misyas reporta istinadən xəbər verir ki, Əliyev Emin Ramin oğlu avtoyuyucu işlədib Bakı şəhəri Binəqədi rayonu Abay Konanbayev küçəsində yerləşən avtoyuma məntəqəsində elektrik cəryanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. Los Ancelesdəki etirazlar səbəbindən şəhərdə komendant saatı tətbiq edilib. Misyas xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilib ki, Los Ancelesda yerli hakimiyyət kütləvi miqrant etirazlarının davam etdiyi şəhərin mərkəzində məhdud ərazidə komendant saatı tətbiq edib. Qeyd eləyək ki, şəhərdə komendant saatı artıq qüvvədədir və Bakı vaxtı ilə səhər saat 7-də başlayıb. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.